Baxın, Allah bizə nələr verib. Saymağa başlasaq, vallahi sayıb qurtara bilmərik. Düşünün, görün Allah sizlərə nələr verib. Can sağlığı verib, əlhəmdülillah. Əminamanlıq verib, əlhəmdülillah. Bütün nemətləri sizə bəxş edib. Sizə kitab göndərib, haqqı batildən ayıran. Sizə peyğəmbər göndərib. Əlhəmdülillah, gözəl bir nəsihətçi, gözəl bir kişi, gözəl bir rasul, gözəl bir öyüd nəsihət verən, dahi bir insan. Muhammed sallallahu aleyhi və səlləmi bizə rasul edib, bizə öndər edib, bizə nümunə edib. Bu bizim üçün bir nemətdir və bizi zülmətdən nura çıxardıb. Bunlardan sonra Allah buyurur ki, və asaytum min ba'di ma arakum ma tuhibbun. Sizə sevdiklərinizi göstərdikdən sonra asi oldunuz. Həqiqətən də Allah bizləri islah eləsin.